Mən suyam. Bu kənddə uzun illər yox idim. Məni gözlədilər. Məni istədilər. Mənim üçün uzaq yollar getdilər. Amma mən gələ bilmirdim. Çünki yolum yox idi. Mən bu kənddə doğulmuşam. Uzun illərdir, 65 yaşım var. Bu kənddə ağlım kəsəndən su üzü həmişə çətin çəkmiş. Su olmuyor burada. Bəzən məni bir vedrə içində tapdılar. Bəzən göydən düşməyimi arzuladılar. Mən onların dualarında, xəyallarında idim. Amma mən yenə də yox idim. Çoxdandır bizim kəndə su gəlmir. Çətinliklə yaşayırıq. Bir gün kimsə yolumu açdı. Məni torpağın altından, qayaların arasından kəndə gətirdi. Mən axmağa başladım. Mənim adımı çağıranlar nəhayət səsimi eşitdi. Bildiririk ki, Mərzəndiyə kəndinə uzun illərdir su axmırdı. 1350 sakin hal-hazırda su ilə təmin olunmuşdur. Layihənin əsas məqsədi kənd əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasıdır. Bu məqsədlə Pirsad çayı üzərində yerləşən Nəsimi Nasos stansiyasında suyun nəqli üçün nasos aqreqatı quraşdırılmışdır. 5628 metr uzunluğunda su şəbəkəsi inşa olunmuş və zəruri avadanlıqlar quraşdırılmışdır. İndi mən onların evlərini axıram. Qazanlarını doldururam. Torpaqlarını canlandırıram. Mən artıq bu kəndin nəfəsiyəm. Allah çox şükür olsun ki, bizim bu problemimizə son qoyuldu. Kəndimizə su çəkilib, həm içməyə yararlı sudur, həm texniki cəhətdən istifadə eləmək üçün. Mən suyam. Mən həyatam. Bu kəndə həyat geri döndü. Mənim qayıdışım Coca-Cola fondu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və EcoHub-ın gücü ilə mümkün oldu. Mərzəndiyə kəndində bu günləri baş tutan bu layihə bir daha onu göstərdi ki, dövlət qurumlarının iri həcmli layihələrinə əlavə dəstəyin, eyni zamanda özəl qurumun sosial məsuliyyət təşəbbüsləri birləşəndə ortaya çox böyük nəticələr çıxır. Mən gəldim. Mərzəndiyənin qəlbinə axıram.